Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 30 aprel 2026-cı ilin astroloji proqnozlarını deyəcəm. Nəhayət ki, yazın ilk ayını belə deyək ki, başa vurduq, sonuna çatdıq. Əsas odur bizim sonumuza çatmasınlar, yaşayaq, yaradaq, bir-birimizə sevgi verək, gözəllik verək. Düzdür, yaz ayı deyirik, amma heç yaz kimi keçmədi. Sanki payızdan qışa doğru keçən yağışlar, soyuq, külək, az qala son günlərə qədər yenə də gödəkçə, qalın jaket və s. geyindik. Hava o cür olmadı. Amma may ayında təbii ki, yavaş-yavaş artıq o yazın təravətini görəcək. Düzdür, çiçəklər açıb, artıq meyvə, tərəvəz yetişməyə başlayacaq. Gözəl olacaq və belə bir dönəmdə, belə bir gündə sizə bir neçə yenilik də demək istəyirəm. Deməli, bu axşam ənənəmizə uyğun olaraq hər ayın son günündə bilirsiniz ki, növbəti ayın astronomik, siyasi, ictimai və fərdi təbii ki, proqnozlarını deyirik, bürclər üzrə yox. Ümumiyyətlə, hansı planetin hansı mövqedə olmasından, onun təsir mexanizmlərindən, bax, qonşularımızda müharibə şəraitidir, müharibələr gedir, ölkədə ki, vəziyyət bununla bağlı və sizin yönətdiyiniz ictimai siyasi suallara cavab verəcəm. Bugün axşam saat 10-da inşallah canlı yayımla sizin görüşünüzdə olacağım. Nə fikrinizdə suallar varsa indidən hazırlayın. Bürc haqqında danışmırıq. Bürc haqqında çünki artıq may ayını tamamlamışıq. Aylıq bürc də var, ayın hərəkəti də var, digər videolar da var. Hamısı sizin qarşınızda olacaq. Aylıq proqnozları tapa bilməyən bu videonun son 20 saniyəsinə baxıb oradan təlimatlarına bilər, linkləri qoymuşam, baxa bilər may ayının proqnozu. Və günün özü də çox maraqlı gündür, çox dəyərli gündür. Bir-birimizə dəyər vermək, ilk növbədə özümüzə, yəni öz qabiliyyətimizə, öz sağlamlığımıza, öz gəldiyimiz o həyat yoluna baxıb, qürurlu şəkildə davam eləməliyik. Təbii ki, baxanda qüsurları da görürük, mənfilikləri də görürük, amma onları ona görə olur ki, biz gələcəyə doğru gedəndə onları daşımayaq. Ancaq müsbətləri, yaxşı təcrübələri daşıyaq. Bax, bugün təxminən belə bir ovqatda olan gündür. Bir daha qarşıdan gələn may ayınız uğurlu olsun, düşərli olsun. May ayı kanalımızın ən parlaq bir dönəmi olacaq. Çoxlu sayda videolar, reportajlar sizin hüzurunuzda olacaq. Və keçək bugünün proqnozlarına görə ayrı-ayrı zodiak işarələri üçün bu təravətli gündə vəziyyət necədir? Qoç bürcü. Təxminən saat 14-ə qədər, yəni günorta saat 2-yə qədər nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranın ki, xəsarət almayasınız. Nahardan sonra isə sevindirici məqamlar mümkündür. Nahara qədər də var, sadəcə o ehtiyatlı olma məqamlarını deyirəm. Sevindirici xəbərlər, məqamlar olacaq, onu da yaşamağa çalışın. Boğa bürcü. Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də günün ikinci yarısında, təxminən ikinci yarısından 7-yə qədər uzaq görənliyinizə ehtiyac olacaq. Yəni, o cəld reaksiya, o dünya görüşünüzü işə salmalısınız. Bəlkə də orada belə həssas məqamlar olacaq ki, çox diqqətli olmaq lazımdır. Əkizlər bürcü. Bəxtinizə inana bilərsiniz. Belə ki, çoxsaylı məqamlarda olduğu kimi bu gün də hansısa probleminiz sanki gözləmədiyiniz halda həll olunacaq. Ona görə də şükür eləyin, həmd eləyin, üstəlik də aktiv olun. Və ulduzlar tövsiyə edir ki, sevginizi məhdudlaşdırmayın. Sevginin hüdudu olmamalıdır. Nə qədər artırsa, artırmaq lazımdır. Xərçəng bürcü. İxtiyarınızda olan bu təqvim qarşınızda böyük öhdəliklər qoyacaq. Yaxın həftə üçün görəcəyiniz işləri konkretləşdirin. Çalışın ki, çıxardığınız qərarlar ədalət prinsipinə söykənsin. Yəni, qərəz olmasın, hiccə olmasın, iddia olmasın. Şir bürcü. Bütün diqqətinizi ailə məsələlərinə, eləcə də tərəf müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə baş ağrınıza səbəb ola bilər, yaxud da böyük işlərin pozulmasına gətirib çıxara bilər. Yersiz hücumlarınızı, ittihamlarınızı, danlağınızı, tənqidinizi bugünlük dondurun. Siz bunu bacararsınız. Qız bürcü. Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir.
Hətta ətraf mühitin ürəyinizcə olmaması da sizə mane olmayacaq. Yəni, əsas məsələ şəxsi işlərinizə yönəlməlidir. Kimsə qıraqdan nəsə deyir, küçədə gedəndə çiyninizə dəyir, ayağınızı ayaqlayır. Bunlara fikir verməyin. Bəzən elə sınaqlar da olur. Bir böyük hədəf dalınca gedəndə görürsən, xırda bir şey adamı yolundan döndərir. Bax, bugün ancaq irəli baxın. Aldığınız təkliflərdən imtina etməyə də tələsməyin. Çoxlu götür-qoy eləyin. Başınız çıxmırsa, anlayışınız azsa, inandığınız, güvəndiyiniz və təcrübəsi olan adamlarla məsləhətləşin. Tərəzi bürcü. Maddi durumunuz müəyyən qədər dirçələ bilər. Bu şərtlə ki, büdcənizə işıq salan bütün instansiyalara üst tutasın. Yəni, harada pul alacağınız varsa, adam olsun, idarə olsun, şirkət olsun, dükan olsun, qonşu olsun, üst tutun. Yəni, borcunuzun alına biləcəyi gündür bu. Haqqınızın alına biləcəyi gündür. Hər sadə olmur. Bax, bugün daha çox o istiqamətə yönəlməlisiniz. Və gün ərzində oturaq fəaliyyətdən də uzaq olmağınız məsləhətdir. Əqrəb bürcü. Ulduzlar digər məsələlər haqqında sussa da, fəaliyyət sahəsində sizi böyük müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, deyilən istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər. Ola bilər pul o qədər olmasın, səhət yerində olmasın, amma işlə bağlı, yəni pik nöqtədədir. Bugün çox aktiv olun. Oxatan bürcü. Təzə xəbərlər yolunuzu gözləyir. Hətta yeni iş təklifləri alacağınız da mümkündür. Əgər bunu gözləyirsizsə, yəni yeni iş təklifi, ya işinizi artırmaq, ya iş yerini dəyişmək, bugün o barədə mükəmməl vaxtdır. Ona görə bir gün qabaqdan paylaşırıq ki, bir gün ərzində heç olmasa fikirləşib bir qərar verə bilərsiniz. İşgüzar əlaqələrinizi dərinləşdirmək çox vacibdir və işinizin çoxluğu səbəbindən yəqin ki, uzaq səfərlər məsləhət görülmür. Oğlaq bürcü. Özünüzə çox da güvənməyin. Bugündən gedir söhbət. İnsan özünə güvənməlidir, inanmalıdır. Amma burada indi görək proqnozlarda nələr qələm almışıq. Özünüzə çox da güvənməyin. Çünki mövcud durumunuz qürrələnməyə heç bir əsas vermir. Yaxşı olar ki, sadəlik nümayiş etdirəsiniz. Yaxınlarınızın çətinliyinə isə biganə yanaşmayın. Kisənizin ağzını açın, səxavətlə xərcləyin. Mütləq onun əvəzi artıqlanması ilə gələcək. Su tökən bürcü. Ailə-sevgi münasibətlərində müəyyən qanqaraçılığı müşahidə oluna bilər. Bunun qarşısını almaq üçün proqnozumuzu dinləyən kimi səbir nümayiş etdirməli, mübahisələrdən uzaq olmalı, qarşı tərəfin obyektiv fikirlərinə, gerçək fikirlərinə hörmətlə yanaşmalısınız. Balıqlar bürcü. Bu füsunkar günlə layiqincə davransanız, yaxın perspektivlərinizdə parlaqlıq qazana bilərsiniz. Əsas vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır. Mübahisələrdən də yayının bir çox bürclərə dediyimiz kimi. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq proqnozumuzu izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.